Hamınıza salam dəyərli YouTube izləyicilərim. Keçirik videomuza. Bugün cücələrimizi yemləmə videosu ilə qarşınızda olacağım. Ördəklərimizi, cücələrimizi və toyuğumuzu gördüyünüz kimi yemləyəcəyik. Artıq yemin suyunu tökmüşük. Sucu 3 gündür qalıb, 3 gündür, 2 gündür qalıb burada. İçib qurtarmırlar. Çünki az dil altında ayrıca saxlayırıq. Kameranın effektli düşməsinə görə yazacaqsınız yorumda bilirəm. Çünki kamera çubuğuyla çəkilir video və təzə telefonla çəkilir. iPhone 14, 15 ilə. Əvvəlkilər 15 ilə çəkilsə də, indikilər 16 ilə çəkilir. Çünki daha biraz donuq video olduğuna görə keçirik yemə. Yem indi isə bir başqa cür yem verəcəyik. Cücələrimizə bir ikisinə xəstəlik yayılmışdı. Onlar da ayrıca videoda deyəcəm. Bit xəstəliyi düşmüşdü. Onu da sağaltdı. Burada paketdə başlanğıc yemi veririk. Böyük olmasına rəğmən yenə veririk. Çünki içində vitamin olduğu üçün. Başqa heç bir yemdə vitamin yoxdur bundan başqa. Qablarına tökürük. Keçirik videomuza. Əvvəlcə bu qabı suyun boşaltdırıb. Qabda su var, axşam yağış olduğuna görə. Aha. Yemləri qabına tökürük. Keçirik ətraflı videomuza. Baxın. Qablara çox şəkildə tökürük. Bu həm doyumcul yemdir. Biraz doyumcul deyil daha doğrusu. Doyumculuğu %80%'dir. Qabları tökdük. İndi keçirik ördəklər üçün. Ördəklərimiz üçün çörək hazırlayacağıq. Gördüyünüz gibi quru çörəklərdir. Gördüyünüz kimi videonu kəsdi. Burada cücələrdir. Balaca cücələridir toyuğun. Hələ altında da var. İndi bu ördəklərin yemidir. İçində başlanğıc yeminə çörək. Ördəklər çörək vaxt günü olduğuna görə veririk. Amma cücələrin çörək günü deyil. Çörək günləri birinci gün olur. Əsas ördəklərin. İndi açırıq fermamızın, hinimizin qapısını. Böyük bir partlayışı hazırsınız. O zaman başladı. O cücələr çıxsın. Şimdi bunlar qalır. Ayaq pərdələri deşilə bilər ördəklərin. Onlar da nazikdir. Ona görə sehqanı bu da qanadını sallayır. Birazdan bunlar dərmanlanacaq. Bəziləri dərmanlanır. Bunu da tutub. Artıq xəstəliklər bildiyiniz kimi dağımıza yayılır. Biz indi bu gördüyünüz ördəyi götürəcəyik. Bu balaca da gəzən bir bit tutur. Onları sağaldacağıq. Bir dənə bunlar çıxsın bayrağa. Aha. Bir dənə sən gəl. Aha, bunu tutaq aparaq. Kül aparaq. Küllüyə orada.
O bu burada qalsın. Gördüyünüz kimi cücələri baxın 3 dənədir eləlik. Baxın. Gedilər burada otlar var. Bu otlarla qidalanır onlar. Bu otlardan yerlər hal-hazırda quruyub sulanmır ona görə. 2 gün sulanmır da. Bunları indi baxılmağın da qaydasını ətraflı şəkildə izah edəcəm gələn videolarda. Sizə indi əvvəlcə xəstəliklərdən danışacağam ki, ördəklər baxın bu xəstəliyə görə gəzə bilmir. Cücələrdən də var ki, baxın o ayağı axsır onun. Bunlardan da hətta var ki, gəzə bilmir. Birazdan günorta dərman vurulacaq, mütləq və mütləq. Baxın, bunun da ayağı axsır. Bu baxın. Bu nədəndir mən bilmirəm, amma ayaq pərdəsinin altında yumru-yumru donqar kimi torpaq var. Bilmirəm tikandı nədir. Ondan mı gəzmir? Möhkəm də dartıb qopartmaq istəmirəm ki, ayaq pərdəsi cırılar. Ondan biraz ehtiyat edirəm. Amma indi ona da bir sarı baxın, görək nədən olar onun elə gəzməsi. Bir yazarsınız yorumlarda. Buna da video çəkib paylaşaram. Bunlara da yeməklərin verdiyi, bunlara yem verilir çörək, həftədə 2 dəfə, 3 dəfə. 3 dəfədən artıq verilmir. 1 dəfə, 2 dəfə, 3 dəfə çörək verilir. Qalanlarında da hamısında vitaminli yem verilir. Vitaminli yemlərin verilməsində də əsas səbəb onların sağlam böyüməsi və inkişaf etmələrinə də təsir göstərir. Vitaminli yem yeyərkən onlar daha aktiv olurlar. Baxın, bunlar da vitaminli yemlər yeyir, ona görə daha aktivdirlər. Bu ördəklərimiz də çörək də yeyir, həftədə 2 dəfə. Vitamin balansını saxlayır. Çünki çörək aşağı düşürdür vitamin faizini, yem isə artırır. Biz də buğda da yem veririk, artır. Çörəkdə veririk ki, balansa olsun, yəni 10-da 10 olsun. Balans faizləri. Bunlar da su içir. Bunda vannada da su içməyə suları var. Cücələrimiz baxın, burada da ördəklərin qalan yeməklərini yeyir. O gəzə bilmir, oturub orada. Öyrəndir, əsas odur yeyir, içir. Yalandan gəzir prosta. Ona əsas gəzməməsi lazımdır. Biz onlara çıxardacaqdıq, ayrı saxlayacaqdıq. Amma ki, ördəklə bilirsiniz ki, bir-birindən ayrı gəzə bilmir də. O qışqıracaq, o qışqıracaq, o qışqıracaq, o qışqıracaq. Uzaq da olsa səslən, bir-birini tanıyacaqlar, tutacaqlar səslən. Ona görə can verərlər, olarlar da, stres keçirdərlər. Ona görə elə-belə burada qalsın. Qıraqda döyməsinlər. Ayırsam, bunun üçün də ayırmalıyam gələ ördəklər. Çünki 3 ayrı gəzir, 3 ayrı. Qalan o 50 dənə dediyim içəridəki ördəklər də hal-hazırda 30 dənə qalıb, 20'si satıldı. 2 manatdan. Pekin ördəyidir. Baxın belə ağ, qara Pekin ördəkləri, balaca Pekin ördəkləri. Bunlar bunun boyda değildi. Onlar 5 günlük, 10 günlük idilər. Belə 2 manata satıldı. 1 aylıq satılır 1 manat, 2 manat 50 qəpiyə. Yox, 1 aylıq satılır 3 manata. Amma hal-hazırda satılmır da, yəni 30 dənə böyüdüləcək. Sadəcə istəyən oldu, biz də 20 dənəsini satdıq. Ördəklərdən, cücələrdən də ki, qış aylarında satacağıq. Cücələr, ördəklər damazlıq üçün saxlanılacaq, yumurtası satılacaq. İndi ətraflı paylaşacağım onu qış aylarında videoda. Telefonda paylaşacağım, YouTube'da. Kim istəyən olsa deyə bilər. Ünvanını da özünün şəxsinə yazacağım. Nömrəmi qoyacağım ona. Hamı narahat etməsin. Ancaq vacib şəxslər. Soruşa da bilərsiniz, ancaq ki, daha soruşun almayın, xeyr. Amma soruşun alın da. Belə insanlar soruşur. Sular gördüyünüz kimi bunlar qaraldır. Biz çimməyə də qoyuruq, içməyə də qoyuruq ki. Bunlar nə günə qoyurlar da suyu. Qobunda çimsinlər, bunda içsinlər. Mən belə qoymuşam içməyə, çimməyə. Amma bunlar neyniyir? İçir çimir, içir çimir. Baxın, burada cücələrimiz də qabıq yeyir. Ağacların qabığını.
ağacların yarpaqlarını yeyir, onlarla qidalanır. Çünki yayaları olduğu üçün yay ayında ot olmur da, bildiyiniz kimi az olur, quru olur. Tikanlar olur, tikanı da yeyəmirlər, acı olur. Ona görə bunlar da yarpaq yeyir də. Çünki yarpaq əsas yayda olur, qışda olmur. Qışda ot olur, yarpaq olmur. Yayda yarpaq olur, ot olmur. Ördəklər bəli, quru otdur. Bir nəzərinizə çatdırım ki, keçək bizim hinimizə. Hinimizə görə də dezinfeksiya olunacaq. Cücələrimiz ümumiyyətlə bir gün buraxılmayacaq. Bu birisi fermaya buraxılacaq. Çünki burada artıq bir neçə infeksiyalar keçir. Onlar artıq dezinfeksiya olunub. Sadəcə ikinci raundumuzu gözləyirik ki, ikinci dəfədə dezinfeksiya olunacaq. Gördüyünüz kimi tərtəmiz dadda bu. Yapışan dışqıları da onların. Peyin də onlar yapışır bura. Onu çıxartmaq qəti olmur. Onu sadəcə lapatqanla, o da bellə, onu da bir ildən bir falan, 6 aydan bir təmizlənir. Bizim hinimiz bildiyiniz kimi 2 aydan bir dezinfeksiya olunur. 2 ay bundan qabaq dezinfeksiya olunub. Tüstüyə də ki, ayda bir dəfə, 2 dəfə verilir tüstüyə. Tüstü mütləq adi tüstüdür. Çünki ondan tüstülər bitləri falan öldürür. Baxın, onlar bir-birini döyür. Yemlərini yeyirlər, suları da baxın, cücələr də özləri qaraldır suları biraz. Girirlər içinə suyun, çimmirlər, və girirlər ayaqlarına bulaşıq olur ona görə. Bu ördəyimizə də müalicə tapa bilmədik. Tapacağıq bu balacaya. Axsıyır bu. Ona da bir müalicə tapacağıq. İndi birazdan baytara sifariş gəlir, sifariş vermişik dərman. Dərmanlanacaq saat 10-acan, 11-əcən, 12-əcən, 1-əcən, saat 1-əcən hamısı dərmanlanacaq. Sabah sağlam cücələrlə, sağlam inkişafla, sağlam ördəklər, təmiz ferma ilə geri qayıdacağıq. Bunun ağ olması da nədir bu qapının? Bu əhəng daşıdır, əhənglə olunub ki, içəri qurd-quş girməsində əlavə həşəratlar, ilanlar ağdan qorxur. Dərmandır. Cücələrimiz sağlam böyüyür. Amma arada xəstəlik düşür. Yaya da bit düşməsi bir ikisinə düşür. Onların bit düşməsi o bizdən asılı deyil. İsti olduğu üçün bit düşüb. Ona görə də qapı açıq saxlanılmalıdır. Orada biraz günah ola bilər bizdə ki, qapını bağlı qoyuruq axşamlar. Neyiniyək ki, pişik falan yeyə bilər də. Gündüzdə biz olduq bunun başında. Axşamlar isə pişik, it ola bilər də yeyər. Ona görə bizdə it yoxdur burada. Başqa yırtıcılar da yoxdur. İlan, gəlincik, toyuq, boğan falan heç bir şey yoxdur. Sadəcə pişik var. Pişikdən qorxuruz ki, bu balacaları da yeyər. Bu balaca çox inkişafdan qalıb bu ayaq axsını. Ona da bir çarə çəkib paylaşacağım. İndi 3 dənə cücəmizi hasirəyə almışdım, mühasirəyə. Xəstə olduqları üçün, bit düşdüyü üçün. Onlar biri sağalır. İndi keçək onu da göstərim sizə. Gördüyünüz kimi ora burada bunun içindədirlər. İndi depoda qoymuşuq. Baxın. Bunun başına boş qab düşüb. Bunda biraz korluq var onu. Baxın. Sağlam şəkildədirlər. Bu da sağlamdır. Baxın bu. Bu biraz xəstədir də. Onun vəziyyəti bit basır. O da düzələcək. Küllənir. Küllənmədə də ölür sadəcə. Sadəcə onda tam ölmür də. İndi videonu kəsirik. Tam ölmür. Hə, bu çörək qalıb ayağı altında. Onlar deyərsiniz ki, qalıb ayağı da onları da təmizləyəcəyik. Yəni narahat olmuyor. Toyuğumuz baxın sağlam şəkildə cücələrini böyüdür. Heyif ki 2 ay, 3 aydan sonra toyuq buraxır da cücələrini. Yoxsa 4 ay, 5 aya qədər saxlasan heç vaxt ölməz. Baxın samanlar dərhal çıxaldırıb bayrağa. Boçqa falan var idi. Onlar hamısı dərhal çıxaldırdı bayrağa. Bit xəstəliyi görünən kimi hamısı hər şey çıxardılıb. Bir dənə bu axır kimi qalıb o da çıxardılacaq. Əsas xəstəlik burada
bit xəstəliyidir. Ayaq axsımada ördəklərimiz də var. Ördəklərə bilirəm ki, heç vaxt sıra redka hal ola bilər ki, ördəklərə bit düşsün. Çünki baxın, onlar suda təmizləyir özünü. Artıq temperaturda da bit ölür. Normal temperatur olmalıdır ki, o bit orada qala bilsin. Biz də daha artıq temperatur, məsələn, suyu buz kimi soyuq eləyirik ki, ördəklər çiməndə bitləri ölsün. Soyuqda isti eləyirik ki, xəstəliklərdən qurtulsun. Bunlar da yemlənir. Baxın, hamısının vəziyyəti mən bilən qəşəngdir. Bu qanadını sallayıb, bu dünən az sallamışdı, indi lap da sallayıb, pitbull iti kimi muskullar var. Baxın, bunun vəziyyəti də yaxşı deyil. Bir neçəsinin artıq xəstəliyi var. Onu indi sizə dərmanlamadıq ki, sizə göstərək, sonra dərmanlayaq. Əvvəlki və sonraki vəziyyətlə görün. İndi təbii ki, ölən deyil. Çünki 5 aylıq, 2 aylıq dözə bilir də. 2 aydan keçdisə, məsələn, bunlar 2 aylıq heç vaxt ölə bilməz. Vaxtında üstünə düşürsə, heç vaxt ölə bilməz. Ancaq və ancaq 10 gündən sonra düşə bilər. 10 gündən sonra ölüm ola bilər. İndi amma olmaz. Çünki artıq onlar yaşı qırıblar. Yaş həddini qırıblar. 2 aylıqlar. Bunlar vəbşə qırıblar. Bunlar finişdədir. Finişi keçiblər. Burada isə ördək cücələrimiz qırtımızın baxın nətər baxır. Otacan yeyirlər. Arada bura sərçələr də gəlir. Baxın, sərçə var orada şəxs. Yemlərini yeyir. Bunlar amma ilk gündə çox yerdi yemi. İlk 3 gündə çox yeyirlər. Siz də çox verməlisiniz ilk 3 gündə. Sonra çox azaltmalısınız yemlərini. Özləri zaten azaldır. Az yeyirlər. İndi sabah ya biri gün. Bugün sabah düzəlsə də, bugün düzəlsə də cücələr, bugün təbii ki paylaşacağım. Sabah paylaşacağım. Bugün çətin düzəlsinlər. Çünki dərmanı vuran günü ilk 8 saatdan sonra xeyir eləyir. İndi biz deyin görək o ördək niyə hələ gəzir. Bir dənə ona görə yazarsınız yorumlara. Bir də bitə qarşı nə edə bilərik, bit əleyhinə. Təbii ki dərman vuracağıq. Almışıq oraya dərman. Sadəcə sizin məsləhətlərinizi də baxaq. Bir videonun da sonuna gəldik. Zəhmət olmasa kanala abunə olub like atmağı unutmayın ki, belə videolar gəlsin. Sağ olun, salamat qalın.